Aziz dostlar, doğrular, halkımızın əsrlədiyi, qurduğu insanların əzizləri, qəhrəmanlarımızın doğmaları. Bugün çox değerli bir kitabın təqdimat mərasiminə toplaşmışıq. Bu kitab Sevindik Nəsiboğlu'nun suverenliğimizi təmin edenler adlanır. Ədəbi publisistikanın son dövrdə yaradılmış ən değerli, ən maraqlı nümunələrindən biridir. Bir-iki kəlmə mən fikrimi bildirmək istəyirəm. Azərbaycanın böyük, çox əsrlik yol keçmiş hərb tarixi 44 günlük müharibə və sonra antiterror əməliyyatı ilə çox şərəfli bir salnamə olaraq xalqımızın yaddaşına yazılır. Uzun illər, çox uzun illər, bəlkə də zaman əsrlər boyu necə ki biz Babəkin azadlıq uğrunda 80 sər vuruşunu xatırlayırıq, necə ki xalqımızın tarix faciəsi olan Çaldıranı xatırlayırıq, necə ki Azərbaycanın işğalçılara qarşı öz yurdunda qəhrəmanlıqla vuruşan oğullarının igidliyini xatırlayırıq, eləcə də 44 günlük müharibəni və antiterror əməliyyatını hərbi tariximizin ən şərəfli səhifələri kimi zaman ruhumuzda, varlığımızda yaşadacaq. Bu müharibənin bir çox cəhətdən fərqli xüsusiyyətləri var. Ali Baş Komandan belə bir ifadə işlətdi. Mən fəxr edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərini Azərbaycanın müstəqillik dövründə, hətta Ali Baş Komandan dedi ki, mənim ölkəyə prezidentlik elədiyim dövrdə doğulub, dünyaya gəlmiş, böyümüş övladlar azad elədilər. Bu, zənnimcə, müharibə qəhrəmanlarına verilən ən yüksək dəyər, ən böyük qiymətdir. 44 günlük müharibə tarixi maraqlı olan tərəfləri ilə dərsliklərə salınacaq. Gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün o faktlardan həmişə istifadə olunacaq. Ayrı-ayrı obrazlar, Azərbaycanın qəhrəman oğulları həmişə həmin dərsliklərdə, həmin yığıncaqlarda xatırlanacaq, yada salınacaq. Prezident deyir ki, Ali Baş Komandan deyir ki, bizim sözümüz imzamızdır. Hətta biraz da dəqiqləşsə deyir, sözümüz imzamız qədər dəyərlidir, qüvvətlidir, qüdrətlidir. Bir də hərb tarixinə, Azərbaycanın, nəinki Azərbaycanın, həmin o bizim sözümüz, imzamız qədər dəyərlidir ifadəsi dünyanın diplomatiya tarixi üçün çox dəyərli bir düsturdur. Bir də belə bir ifadə işlətdi, dəmir yumruq ifadəsi. Azərbaycanın hərb tarixi üçün dəmir yumruq ifadəsi də tariximiz üçün ümumiyyətlə təzə termindir və zənnimcə yaşarı bir termindir. Dünyaya bundan sonra da gələcək övladlarımızın tərbiyəsində bu iki mühüm amil həmişə xatırlanacaq və yaddaşlarda yaşayacaqdır. İcazə versəniz, vətən uğrunda qəhrəmanlıqla vuruşmuş, şəhid olmuş övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət eləsin. Mən bir xahiş edəcəm. Gələcəyə nikbin nəzərlə baxmaq lazımdır. Baba nəvə babasından soruşur ki, baba sən nə vaxt öləcəksən? Baba cavab verir ki, sən nə vaxt ölsən, onda öləcək. Nə qədər ki
Azərbaycanın bu qanlı, qadalı illəri görmüş övladları sağdır. Anaları, bacıları, nəvələri, nəticələri sağdır. Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olmuş. Canları ilə bu yola xidmət eləmiş oğulların adları heç vaxt unudulmayacaq. Mən arzu edirəm ki, məclisimizi nikbin ruhda aparaq. Yəni, bunu bir qəhrəmanlıq salnaməsinin müzakirəsi kimi aparaq. Belə səmimi qəbul edeyim məni. Vətən uğrunda döyüşən oğulların və bugün də bizimlə birlikdə ruhu ilə yaşayan oğulların xatirəsini əgər belə demək mümkünsə yas məclisi kimi aparmayaq. Mən elə bilirəm ki, onların ruhu da sevinər, onların da ruhu şad olar. Və zənnimcə tədbirdə iştirak edən qəhrəman oğulların doğmaları, əzizləri də mənim fikrimə şərik olarlar. Xoşunuza gələn çıxışlara əl çalın, dəyərli fikirlərə münasibət bildirin, qətiyyən çəkinməyin. Kim çıxış eləmək istəyir, danışacaq. Kimin ağrısı, göynəmi haradandır, onu az çox özünü dərk edən hər kəs yaxşı bilir. Bunu bilin ki, biz heç nəyə biganə deyilik. Amma hər halda bizim yolumuz sabaha doğrudur. Bütün qaranlıqların sonu işığa açılır. Bunu unutmayasınız. Allah şəhidlərimizə rəhmət eləsin. Keçirik demək ədəbi müzakirəyə. İcazə versəniz, mən tədbirimizdə demək iştirak edənləri təqdim etməzdən əvvəl bu kitabın, çox dəyərli kitabın müəllifini sizə təqdim edirəm. Azərbaycanın çox savadlı, yeni nəsil gəncləri sırasında, hələ bunu da deyim ha, belə bir kitabın yazılması da məhz Azərbaycanın müstəqillik dövrünü yetirməsi olan müəllifdir. Yəni, bunun özü də xüsusilə vətən uğrunda vuruşanlarla bir yerdə, yəni yazan adam, qələm sahibinin özü də elə vətən uğrunda savaşçının biri deməkdir. Bu, demək, kitabın müəllifi Sevindik Nəsiboğlu şairdir, publisistdir, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ən yüksək bal sırasında demək, savadını nümayiş etdirərək Milli Aviasiya Akademiyasının hüquq sahəsi, hüquq fakültəsinə qəbul olunub bu il. Təbrik edirəm. Sevindik Nəsiboğlu. Dan sağlarınızdan sevindik. Mən sənin yeni kitabının nəşri və təqdimatı münasibətinə təbrik edirəm. Bir də çalın qarşı. İcazə versəniz, tədbirimizdə 2 nəfər möhtəbər söz adamının iştirak elədiyini də sizə elan edeyim. Bu, profesor, filologiya elmləri doktoru, əgər Nizami Cəfərovun təbirincə desək, ədəbi tənqidimizin Fərhad qədər belə güclü, usanmayan, bezməyən, dəyanətli bir demək, nümayəndəsi Vaqif Yusifi. Ona icazə vermək olar ki, ev yox, dayalı qalxmasın. Yaxşı, demək, ikinci möhtəbər şəxs də tədbirimizdə iştirak edir. Filologiya elmləri doktoru, profesor, görkəmli mətnşünas alim Asif Rüstəmli. Salamlayıram, xoş gəlmisiniz. Sizin gəlişiniz, sizin iştirakınız bu gənc Sevindik Nəsiboğluya çox qüvvətli mənəvi dəstəkdir və gəlişiniz, iştirakınız onun çəkdiyi zəhmətə özünün belə deyək, məhəbbətlə yanaşmasıdır. Bu zəhmətə sizin gəlişinizlə qiymət verilməsidir. Yəni, bu baxımdan iştirakınız çox mühümdür və onu qeyd edeyim ki, Sevindik Nəsiboğlu 10 yaşından orada o küncdə görürəm, Dünya Mısanı Azərbaycan kitabı çıxıb, onun bir neçə, ən azı 3 kitabı şeir kitabıdır. Qalanların içərisində isə publisistik materiallar var, xüsusilə 44 günlük, belə deyək, o Qarabağda gedən
o azadlıq müharibəsinə həsr etdiyi içərisində ən iri həcmli olanı Möhtəşəm Zəfərin Nişanəsi kitabıdır. Burada Ulu Öndərlə bağlı kitabı çıxıb, Nurlan haqqında ayrıca xüsusi kitablar və bu günlərdə suverenliyimizi təmin edənlər, yəni 23-cü ildə sentyabrın 19-u 20-sində deməli bütövlükdə separatizmin Qarabağdan kökünü kəsən həmin əməliyyatın iştirakçılarına ayrıca bir kitab həsr eləyib. Əvvəlcə onu vurğulayım ki, bildiyiniz kimi təxminən 30 ilə yaxın Azərbaycan xalqı elə bir hüzn içində idi, bir kədər içərisində idi. Hər ay hansısa rayonun işğal gününü qeyd edirdi, hansısa kəndin işğal günü keçirilirdi və beləliklə bu işğal günləri, kədər, hüzn günləri belə illərlə çəkirdi. Bildiyiniz kimi sabahları 27 sentyabr Prezidentimizin 2021-ci il sərəncamı ilə deməli anım günü elan edilir. 27 sentyabr, əlbəttə bu yalnız o anım günü, o 44 günlük müharibətlə bağlı deyil, bütövlükdə Qarabağ müharibəsi ilə, Qarabağın azad edilməsi ilə bağlı bütün şəhidlərimizə keçiriləcək anım günüdür ki, o da sabahları saat 12-də bütün Azərbaycan ərazisində şəhidlərimiz bütün ölkədə ayaq üstə fərağat şəraitdə deməli bir dəqiqəlik sükutla şəhidlərimizi yad edəcəklər. Yəni 5 il bundan qabaq başlayan bu Azərbaycanın müstəqilliyi uğrunda, Azərbaycanın suverenliyi uğrunda, bütövlüyü uğrunda başlanan azadlıq müharibəsi əslində çox möhtəşəm bir qələbə ilə, zəfərlə yekunlaşdı ki, bu hadisə mütəxəssislərin də qeyd etdiyi kimi Azərbaycan tarixinin qızıl səhifələridir. Bütövlükdə qələbə ilə bağlı bütün əməliyyatlar, 44 günlük müharibə, eyni zamanda 23-cü ildə keçirilən, sentyabr ayında keçirilən anti-terror, elədirmi? Anti-terror, belə deyək, missiyası, hərəkatı. Bir sutka da var. Və 23 saat, bəziləri 43 dəqiqə deyir, 51 dəqiqə deyir, fərq etməz. Tabi onu bir sutka da adlandırsa, burada heç nə itirilmir, heç bir şey itirilmir. Yəni, o deməkdir ki, az bir müddətdə Azərbaycanın suverenliyini bərpa edən oğullar öz canı, qanı ilə Azərbaycan tarixinin möhtəşəm qızıl səhifələrini öz qanları ilə yazdılar, öz canları ilə yazdılar və Azərbaycanı uzatdılar, Azərbaycanın tarixini uzatdılar. Azərbaycan xalqının milli qürurunu bütün dünyada ucatdılar və özləri həyatın bəxş etsə də, həyatını qurban versə də, nəticədə Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın düşmənlərinə bundan yüksək dağ çəkmək hadisəsi mən təsəvvür eləmirəm. Yəni bu işdə şübhəsiz ki, Ali Baş Komandanımız yüksək səviyyədə peşəkarlıqla bütün parametrlər üzrə planları hazırladı. Məsələn, 44 günlük müharibədə siz fikir verirsinizmi? Azərbaycan əskəri 180 kilometr deməli Füzuli istiqamətindən Ohanyan səddi deyilən bir sədd çəkmişdi və o sədd özdə bir neçə qatdan ibarət idi. Azərbaycan ordusu əks hücuma keçərək o səddi az bir müddətdə dağıtdı, bütün o mühəndis istehkam qurğularını məhv edərək demək Azərbaycanın kəndlərini azad etməyə başladı.
Və bütün bunları vurgulamakta fikrim ondan ibarətdir ki, əgər Azərbaycan biz müstəqilini bərpa etdikdən sonraki bu 35 illik dövrü əgər biz mərhələlərə bölmək istəsək, mənə elə gəlir ki, bax, müstəqilliyimizin indiki dövrünü 2 mərhələyə ayırmaq olar. Biri 27 sentyabr 20-ci ilə qədər, deməli, bu dövr bütövlükdə Azərbaycanın sülh yolu ilə öz ərazilərini itki vermədən, döyüş aparmadan azad etmək arzusunun ifadəsi idi. Neçə illər bizə deməli, ATƏT-in o Minsk qrupu deyilən bir turist dəstəsi, belə də demək olar, bizə nağıllar oxudu. Bizə deyirdilər ki, Qarabağ düyünü müharibə ilə həll edilə bilməz. Və Azərbaycan oğulları öz ürəkləri ilə, müharibə yolu ilə, baxanda ki, 30 il uzanan bir problemdir, bir qolbi düyünüdür. O düyünü açmaq üçün deməli, az bir vaxtda, 44 gündə. İndi baxırsınız, bizdən 10 dəfə, bəlkə də daha çox qüvvətli və qüdrətli olan ölkələr, məsələn, Ukraynada müharibə aparırlar, Fələstində, Qəzzada yerlə yeksən eləyirlər, dağıdırlar. İllərdir, dayandıra bilmirlər müharibəni. İstəsələr də dayana bilmir. Ancaq bizim Ali Baş Komandanımızın rəhbərliyi ilə deməli, hansı gün dayanır, məsələn, bizim ordumuzun bir hissəsi Xankəndinə girməyə ərəfəsində. Dayan deyiləndə hamısı yolda dayanır. Yəni, bir yumruq, məsələn, tez-tez Ali Baş Komandan o dəmir yumruq deyir. Dəmir yumruq yalnız düşmənin başına dəyən, belə deyək, dəmir yumruq deyil, dəmir çəkiş deyil. Eyni zamanda bu dəmir yumruq xalqın birliyinin rəmzidir, simvoluydu ki, deməli, ən sıravi insandan, şagirdindən, tələbəsindən tutmuş, Ali Baş Komandana qədər bir şuar altında səfərbər idi. Qarabağ Azərbaycandır deyildi və yerinə yetirildi. O zaman deyildi ki, bizim deməli, oponentlərimiz, düşmənlərimiz, yağlarımız da deyə bilərik. Bu o zaman idi ki, onlar deyirdi ki, Qarabağ Ermənistandır. Və bir dəfəlik bu sərsəm iddia və şüarların kökü kəsildi. Mən deyəndə ki, bir yumruq kimi birləşdi xalq, şagirdindən tutmuş akademikinə qədər. Onların içərisində Sevindik Nəsiboğlu da vardı. Sevindik Nəsiboğlunun haradasa səhv etməyib 4 kitabı Qarabağ müharibəsi ilə bağlı, Qarabağ müharibəsində igidlik, qəhrəmanlıq göstərən insanlara həsr olunur. Bu kitabın özü suverenliyimizi təmin edənlər, bildiyiniz kimi bu hadisədə haradasa 1 ya 2 gün, elə mi? 19-u 20-si sentyabrda davam edən hadisədir və 19-20 sentyabrda separatçıların o yuvasına elə sizə belə ki, bir çöp uzadılmışdı və onlar məhv edildi. Əsasən hərbiçilərdən söhbət gedir, əli silahlılardan söhbət gedir. Orada yaşayan əhaliyə isə belə deməli mineral sular verildi, çörəklər verildi yola gedən, o Azərbaycanı tərk eləyəndə, Qarabağı tərk eləyəndə. Halbuki onlar məsələn 25 il, 30 il bundan qabaq ayaq-yalın, başı açıq, qarda, şaxtada bizim əhalimizi, insanlarımızı ümumiyyətlə heç nəinki düşmənin, ən qəddar barbarın da ağlına gətirmədiyi ideyaları onlar həyata keçirərək ananı övladından ayırdılar. Ondan sonra deməli insanları rəzil günə saldılar. Bu günlər bizim bir arxeologumuz bura gəlməmişdən əvvəl Akademiyanın rəyasət heyətində konferans vardı. O aşkar eləyib ki, Əskəran
qalasına çata-çatda kütləvi məzarlıq var. O məzarlıq Xocalı hadisəsindən canını qurtarıb Ağdam'a tərəf keçmək istəyən insanların aldadıblar ki, buradan dəhliz var, qarşısını kəsib, kütləvi öldürüblər və bu günləri indinin özündə yeni tapıblar ki, Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqda Xocalı hadisəsindən, qırğınlarından, soykırımından canını qurtarmaq istəyənlərin qarşısını kəsib, gülləliyib, hamısında bir çalıda, o yaxınlıqda, yolun kənarında bir çalıda bastırdılar. Bunu bizim arxeologlarımız üzə çıxardı bu son vaxtlar. Bütün bunlar deməkdə məqsədim ondan ibarətdir ki, xalqımız bir yumruq kimi birləşəndə o birliyin içərisində sevindik də var idi. Sevindik Nəsiboğlu. Onun bu hadisələrə, gələcək insanlara bu isti qələmə aldığı hadisələrin bir qismini yazmaq üçün, bu antiterror şəhidləri haqqında məlumat vermək üçün ailələri ilə əlaqə saxlayıb, informasiya və şəkillərin bir qismini oradan götürüb. Digər bir qismini baxırsan ki, rayonların deməli müvafiq elektron bazasından əldə edir ki, hər rayonun özündə şəhidlərlə bağlı deməli informasiya bankı var ki, o bankdan, yəni informasiya bankından istifadə edir. Bütövlükdə hesab edirəm ki, müasir gəncliyimizin vətənpərvərlik ruhunda yetişməsinə ən yaxşı nümunələrdən biri də, yəni bu sülh dövründə, bu müharibədən sonra biri də Sevindik Nəsiboğludur. Sevindik Nəsiboğlu həm təhsili ilə, həm yaradıcılığı ilə sizi inandırım ki, asan iş deyil. Məsələn, Zəfərin, deməli, Möhtəşəm Zəfərin Nişanəsi kitabı nə qalınlıqdadır və bu kitabları gənc bir, cavan bir, belə deyək, oğlan üçün, övlad üçün, ondan sonra gənc üçün yazmaq, bir yerə toplamaq, bir sistemə salmaq və ardıcıllıqla bir elmi konsepsiya əsasında tərtib etmək, yəni asan iş deyil. Hesab edirəm ki, Sevindik Nəsiboğlu yalnız bir ailənin deyil, bütövlükdə Türk dünyasının o ləyaqətli bir övladıdır. Bu ildən orta məktəbi ilə vidalaşıb, ali təhsilə qədəm qoydu. Yeni təhsilində uğurlar arzulayıram və hesab edirəm ki, bu kitablar o dərsin də yaxşı oxuyacaq, yüksək səviyyədə oranı da bitirəcək, gələcək yəqin ki, planları da var. Ancaq vətəninə olan, şəhidinə olan bu sevgi, bu məhəbbət heç zaman onu tərk etməyəcəkdir. Sağ olun. Asılmalım, Avestor çox dəyərli bir çıxış elədi. Çox maraqlı təhlillər apardı. Həm müharibə dövrü ilə bağlı, həm kitabın yazılma səbəbləri ilə bağlı. O cümlədən müəllif haqqında da müəyyən psixolojik baxımdan dəyərli hesab olunan cəhətləri çox dəqiqli ilə fikirlərində, düşüncələrində ifadə edir. Bir fikri mənim bu lap axırıncı o cümlə yaddaşımda əks-səda verdi. Həmişə bu toylarda məni dəvət edirlər, cavanların xeyir işlərinə. Yaşımız hər halda Ağsaqqal Sancaq xeyir dua ver. Mən orada həmişə bu sözü təkrar deyirəm. Bu, hər birinizin, bu tədbirdə iştirak edənlərin hər birinin doğmalarına aiddir. O cümlədən həm də fikri diqqətə çatdırmaq üçün məğzi deyim sizə. Bir ağıllı övladın heç də ata-anası deməsin ki, o təhcə mənim övladım. Hər bir ağıllı övlad vətənindir, millətindir, xalqındır. Yəni hamımızın övladı. O cümlədən
yəni sevindik də elə hamımızın övladıdır və onu da sizə deyim ki, indi şəhərinizdə bilənlər də var. Mən fəxr eləyirəm ki, bu dünyada gördüyüm işlərin hamısı ilə bir yerdə paralel sevindik kimi istedadlı bir gəncin yetişməsi də bizim məktəbin, şəxsən mənim rəhbəri elədiyim məktəbin auditoriyasından keçib. Əgər belə demək mümkünsə. Bax, bu mənim üçün çox böyük fəxarətdir. 30 ildən sonra, 40 ildən, 50 ildən sonra sevindik xatirələrini, təəssüratlarını yazıya alanda heç şübhəsiz ona yazı sahəsində, kitabların nəşri sahəsində bir müəllim kimi, bir belə ustadı kimi bir qayğı göstərmiş olan insanı yaddan çıxarmayacaq. Bu sizin hər birinizə aiddir. Yəni sizin hər birinizin burada iştirakı 30 ildən sonraki yaranan dəyərli əsərin ən gözəl səhifələrini təşkil edəcək. Yəni biləsiniz ki, siz bugün tariximizin, yazılı tariximizin yaranmasında əslində iştirak edirsiniz. İcazə verseniz, mən sözü ədəbi tənqidimizin ən görkəmli nümayəndələrindən biri, yorulmaz, usanmaz, çox yaza bilməyin, özü də çox elmi şəkildə, dəyərli yaza bilməyin ustadı Profesör Vaqif Yusifli. Buyurun. Mən də çox sevinirəm belə bir kitabın hasil olmağına. Bu kitabın müəllifi neçə ildir ki, 10-12 yaşından yaradıcılığa başlayır. Mən xatırlayıram ki, bizim ədəbiyyatımızda belə lap cavan yaşlarından yaradıcılığa başlayan Cəfər Cabbarlı olur. Basit müəllim Cəfər Cabbarlının bir nömrəli tədqiqatçısıdır. Cəfər Cabbarlı, yəni əsrin əvvəllərində yaradıcılığa başlayıb, sonralar da Azərbaycanın ən böyük şairi, dramaturgu, kino xadimi, ictimai xadimi olur. Və mən sevindikə də belə bir şərəfli yolu keçməyi, Cəfər Cabbarlı yolunu keçməyi əlbəttə onun öz yolu olmaqla arzulayıram. Azərbaycan xalqı həm qəhrəmanlar yurdudur, neçə qəhrəmanın adları sizə məlumdur, həm də şəhidlər yurdudur. Məhəmməd Füzulinin Həqiqət-ü Şühada əsərində, düzdür, o əsər dini mövzuda yazılır. Orada belə bir misra var ki, belə bir 4 misra var ki, zillət ilə ləzzəti olmaz həyatın dust dilər. Dünyadan kam almaq gərək, ədz ilə dönmək ədudən səhlidir. Himmət tutub, ya şəhid olmaq gərək, ya qəhrəman olmaq gərək. Bəxtiyar Vahabzadənin deməli şəhidlər poeması yada düşür. O 20 yanvar qırğınında həlak olan insanlarımız haqqında o poemadır. Və o poemada şəhidliyi qəhrəmanlıq səviyyəsinə qaldırır. Yəni şəhid olan hər bir kəs eyni zamanda qəhrəmandır. Bu kitabdakı həlak olan igidlərimiz kimi. Yəni bu mənada. Düzdür. Burada yığışan daha çox analardır, bacılardır, şəhidlərin qohumlarıdır. Əl-Kərimin bir şeiri var, anam, Sapınqarıya analar gəlib ağlar, göz yaşında islanar, bayatılar, ağlar. Bu onu oğlum bilər, o bunu oğlum bilər. Bax, belə bir şeirdir. Yəni, dünyada qəm, qüssə, oğul itkisinə, sonra yaxın bir adamın itkisinə ən çox sızlayan kimdir? Əlbəttə, analar. Cəfər Cabbarlının ana şeirini xatırlayın.
və s. Yəni analar haqqında bizdə çox yazılar yazılır. Və buradakı anaları görəndə mən həm də onların içindəki qəmi, qüssəni gözlərindən oxuyuram. Ancaq Əlirzə müəllim demişkən, biz bura deməli nikbin əhval-ruhiyyəyə köklənməliyik. Amma necə köklənək? Mən baxıram, yəni burada nə qədər igidlərin, şəhid olanların təvəllüdünə baxıram. Öz yaşımdan utanıram. Mənim 77 yaşım var. Öz yaşımdan utanıram ki, kaş mən də o yaşda olaydım. 2001-ci ildə, 2002-ci ildə, hətta 2005-ci ildə şəhid olanlar, vətən torpağı uğrunda şəhid olanlar var. 2005-ci il, deməli 2003-cü il. Hələ onlar, deməli, onların şəhid olanda 19-20 yaşları vardı. İndi biraz keçib 19-20 yaşları vardı. İndi 25 yaşa çatıblar. Və əlbəttə qara torpaq mən demirəm. Çünki bu igidlər, bu şəhidlər qara torpağı da zinətləndirən oğullardır. Qara torpağı da zinətləndirən oğullardır. Və mən özümdən 60 yaş kiçik olan belə bir oğlanın, yəni belə bir kitab yazmağını, yəni təkcə bu kitab deyir, 4-5 belə kitabın müəllifidir. Bizim yazıçıların çoxu, yəni bədii əsərlər yazmalıdırlar. Bu igidlərimizin keçdiyi yolu işıqlandırmalıdırlar. Necə ki, İkinci Dünya müharibəsində bilsin ana torpaq, eşitsin vətən, müsəllə əskərəm mən də bugündən. Bugün bir süngüdür əlimdə qələm. Bunu Səməd Vurğun demişdi. Mən heç kimi qınamıram. Amma bizim bədii ədəbiyyatın lazımı dərəcədə deməli müharibə haqqında əsərlər yazmağına ehtiyacdır. Kimdir bizim düşmənimiz? Əlbəttə. Karl Marx deyirdi ki, insan erməni ola bilər, amma erməni insan ola bilməz. Vallahi. Yəni, indi sülh müqaviləsindən söhbət gedir. Təki yaxşı olar, gediş, gəliş var, amma mən şəxsən o Karl Marx'ın sözünü əsas tuturam ki, insan erməni ola bilər, amma erməni insan ola bilməz. Vallahi. Bunu bütün tarix boyu keçilən tarixlər sübut edib. İndi əlbəttə müstəqilliyimizin dadını, bəhrəsini görürük. Şəxsən mənim özüm bu 30 il ərzində çoxumuz şübhə ilə yanaşırdıq ki, görəsən, bunun axırı necə olacaq? Və çox sağ olsun, Ulu Öndərin ona layiq olan oğlu İlham Əliyevin komandanlığı və əlbəttə Azərbaycan əskərlərinin, Azərbaycan ordusunun şücaəti ilə biz bu əndişədən, biz bu zülümdən, mənəvi sıxıntıdan, yəni bu 30 ildə bizim içərimiz tamamilə, necə deyərlər, ölgün bir vəziyyətə düşmüşdü. Amma birdən və indi görürsünüz ki, belə. Ona görə də mən belə hesab edirəm ki, bu yiğitlərin heç biri unudulmuyor. Bax, burada mən Azərbaycanın elə bir rayonundan yoxdur ki, indi sevindik gedib, axtarıb, eləyib, yığıb, yəni bu bədii publisistikanın gözəl bir nümunəsidir. Elə bu kitabda, bu kitab özü bir tarixdir, tarixi bir kitabdır. Yəni həmin o antiterror əməliyyatında həlak olanları bircə xatırladır. Və deməli, sevindiyin də araya ərsəyə gəlməsində, puxtələşməsində, belə 16-15 yaşında mən özüm Yazıçılar İttifaqında xeyli işləyəndən sonra Yazıçılar İttifaqının üzvü oldum. Bax, belə bir
deməli kitablara görə, publisistik fəaliyyətinə görə, axtarıcılığına görə Yazıçılar İttifaqının üzvüdür, Jurnalistlər İttifaqının üzvüdür. İndi də tələbədir, ona mən uğurlar arzulayıram. Və elə hesab eləyirəm ki, Asif İstəmli də onun əmsidir. Yəni, mən onu görəndə bu boyda idi, yəni onun çiyini. Amma indi maşallah, o sənətdə də, ədəbiyyatda da boyu daha da ucalsın. Və mən arzu eləyirəm ki, təkcə onun çıxış elədiyi bir qəzet var, Kredo. İstəyirəm ki, başqa qəzetlərdə də, jurnallarda da, Azərbaycan jurnalında, Ulduz jurnalı gənclərin jurnalıdır, orada da çıxış eləsin, ədəbiyyat qəsdində də. Bunu da əgər lazımdırsa, elə biz də kömək eləyə bilərik. Yəni, yazıçının, yazıcı olmaq istəyənin burada elə hesab eləməyin, bu Kredoda çıxış eləyir, amma Kredo qəsdini oxuyanlar onu tanıyır. Xeyr, onu tanıyanlar çoxdur. Onun istedadına bələd olanlar çoxdur və mən ona uğurlar arzulayıram. Anaların qarşısında da baş əyirəm. Baş əyirəm. Baş əyirəm. Çox sağ olun Bayım müəllim. Bayım müəllimin də çıxışında bir nüans, bir dəqiqə. Bir nüans diqqətimi çəkdi, onu sizə də demək istəyirəm. Tarix faktlar əsasında, sənədlər əsasında yazılır. Eləcə də hər hansı bir yazıcı da özündən əvvəlki zamanın xam malını müəyyən mənbələr əsasında qələm alır. Mən belə başa düşürəm ki, Sevindi Nəsiboğlu'nun 30 il bundan sonra yazacağı romanın ən dəqiq faktları hamısı bu kitablarda cəm olunur. Yəni bu mənada Sevindi Nəsiboğlu bu kitabları ilə həm özünün, həm də ümumiyyətlə Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bədii salnaməsini yaradan sənətkarların hamısı üçün çox dəyərli, qiymətli örnəklər və qaynaqlar yazıb, yaradıb və gələcəyə yadigar qoyub. İcazə versəniz, bir video çarx da var, ona da baxaq.
kim istəyir, əlbəttə çıxış üçün söz verəcəm. Mən xahiş edirəm, çıxışlar reglamentə uyğun, çox qısa. Buyurun Nəzakət xanım. Nəzakət xanım tanınmış mətbuat veteranıdır. Sizin huzurunuzda çıxış, buyurun. Biz bu saat intervyu alanda Bakı TV-nin müxbiri dedi ki, qeyri-adi, mən təsəvvürümə gətirə bilmirdim ki, bu belə bir məktəblidir, şagirddir, bir belə kitablar var. Sevindik, mən 5-ci sinifdən ki, o ilk dəfə kitab təqdimatını edəndən tanışam və onu addım-addım izləmişəm. Və onun kitabları, hər bir kitabının təqdimatlarında da iştirak eləmişəm və o kitabları təkcə bu təqdimatda görmək yox, onları bütün respublikamızın, bütün hansı rayonlarında tədbirlərdə olmuşuq, həmin rayonlarının kitabxanalarına, məktəblərinə hədiyyə eləmişəm, bəlkə onların özləri qədər yarı-bayarı kitabları mən hər yerə təqdim eləmişəm və sevindi ki, deməli, kitabları birbaşa Xan kəndində, Şuşada, Laçının Simur kitabxanasında hər yerdə nümayiş olunur və oxucular onu böyük maraqla oxuyurlar. O möhtəşəm Zəfərin Nişanəsi kitabını mənə vermişdi, mən istəyirdim 2 dənə götürüm, sözü düzü gücüm çatmadı, kitab ağırdı. 800-ə yaxın səhifəsi var və mən ondan müsahibə almaq üçün gedəndə saat 10 idi, axşam idi. Utana dedim, bəlkə narahat edim, getdim, gördüm, sevindik işləyir, yazır elədi. Və ondan müsahibə aldım, 9-cu sinifdə oxuyurdum da onda. Dedim, gələcəkdə nə olmaq istəyirsən? Dedim, mən gələcəyin diplomat olmaq istəyirəm. Allaha şükür ki, o arzusuna çatıb, Milli Aviasiya Universitetinin tələbəsidir. Mən elə gəlir oranda əla qiymətlərlə bitirəcəyik. Mən o kitablarını bu yaxınlarda biz Pedaqoji Universiteti rektoruna görüşümüz var idi, Türkiyədən yazıçılar gəlmişdi. Kitabı rektora verəndə Cəfər müəllim dedi ki, mən inana bilmirəm ki, bu kitabları o yazır. Və onunla görüşmək arzusundaydı. İndi imkan tapıb biz onunla görüşü də təşkil edəcək. Və Xaçmaz rayon icra başçısı ilə də görüş nəzərdə tutulub ki, onlar hamı görmək istəyir ki, bu qeyri-adi sevindi ki, biz görüb tanımaq istəyirik yaxınlar. Mən sevindikə yenə də uğurlar arzulayıram. O mənim mənəvi oğlumdur. Axıracan da gedəcək, belə Allah nə qədər can sağlığı verəcək, mən o arxasındayam. Və uğurlar arzulayıram, bir daha sevindik. Təbrik edirəm bu kitab münasibətinə də səni. Şəxsən Xaçmazdan o kitabda 12 şəhidin suverenliyimiz burada, antiterrorda olan 12 şəhid haqqında da maraqlı yazılar var. Və mən üzürlü sayın Ərizə müəllim, bu saat bizdə Yazıçılar Birliyində də tədbirdir. İsa Muğamla qızı, nəvəsinin tədbiridir. Orada eyni vaxtda düşdüyünə görə mən birinci bura gəldim. Üzürlü sayarsınız ki, ora gedib. Sözü verirəm, mən Cabir Novruz Mədəniyyət Fondunun İdarə Heyətinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Gülnaz saytının redaktor Rəsmiyə xanımı, o uşaq yaşlarından yetim qalmış 19 yaşlı Cavirin anasının dili ilə dediyi şeirini söyləsin. Əzizimiz, dəyərlimiz, sevindiyimiz oğlu. Sonra təhsilində, yaradıcılığında bitib tükənməyən oğullarımız. Sevindik, nəsib olduq. Qarşılı məni, ana. Uşaq yaşlarında anadan yetim qalın. 19 yaşında şəhidlik zirvəsinə yüksələn əskərimiz Cavid Cavanşiroğlu Zülfüqarovun dilindən. Cənnətinə gəlmişəm. Qarşıla məni, ana. Deyəsən, tez gəlmişəm. Bağışla məni, ana. Məni danlayacaqsın. Tək qoymuşam atamı, mənə anasızlığı bildirməyən adama. Sən köç etdikdən sonra gülmədi heç üzümüz. Dilimizdə əzbərdir, qəm-kədərdir sözümüz. Sən qəbrə qoyulanda uşaq idim o zaman. Çoxu təskinlik verdi, dedi ki, sağdır ana. Bu ümidli sözlərə mən aldana bilmədim. Sənə öz cənnətində qovuşmaq istədim. Qismət beləymiş, ana. Sonda gəldim yanına
Vətən üçün alqana mən bu yana bu yana. Çox arzularınızı ürəkdə qoy gəldim. Əsas odur, igid tək şəhidliyə yüksəldim. De atama göylərdən mənim ölməyim yalan. Mən ki şəhid olmuşam, sən de ki sağdır bana. Xan kəndinə sancmışam o çirəkli bayrağı, canımla qaytarmışam mən gözəl Qarabağı. Məni böyütdün, ana, yetişdirdin igid tək. İndi mən cənnətinə qədəm qoydum, şəhid tək. Vətən şəhidiyəm mən, heç zaman ölmərəm mən. Bilirəm xatirəmi yaşadar ana vətən. Cənnətinə gəlmişəm. Qarşıla məni, ana, deyəsən tez gəlmişəm, bağışla məni, ana, bağışla məni, ana, Allah şükür. Çox sağ ol Rəsmə xanım, çox duyğulu oxudu. Şeir də çox gözəldir. Bax, sevindik Nəsiboğlunun poetik ruhudur. Görürsünüz, yəni adicə, hətta belə onu şeir kimi adi cümlələr şəklində yazsa belə yenə poeziyadır. Yəni, çünki o ürəyin, qəlbin, ruhunun səsini, emosiyası hamısı səfərbər olundu o sözləri yazanda. Söz verilir Xuraman xanıma. Buyurun. Buyurun Xuraman xanım. Biz burada oturmuş analar hər birimiz, yəni sizin o şeirinizlə, o şeir mənə çox təsir elədi. Bir tərəfdən o anaya qıtqə elədim ki, o oğlunu cənnətdə qarşılayır. Yəni bugünkü gündə mən özüm də müəlliməyəm. Bu antiterror hadisələri haqqında danışanda ən əvvəl onu demək istəyirəm ki, 30 illik həsrətə son qoyuldu, 44 günlük müharibədən sonra. Amma çox təəssüf olsun ki, hələ də bizim sərhədlərimiz tam ərpa olunmamışdır. 1991-ci ildən bu yana sərhədlərimiz hələ də mənfur düşmənlərimiz əlində olanı da var idi. 44 günlük müharibədən sonra keçirilən bu 2023-cü il 19 sentyabrda keçirilən bu 23 saatlıq lokal antiterror hadisələrində bu oğullarımızın şəhadəti ilə Ali Baş Komandanımızın göstərdiyi o qərarla, göstərdiyi yolla bizim ən böyük ağrılı yerimiz, Xocalımız azad olundu. Bizim Xankəndimiz azad olundu. Biz bugün burada yığışan Vaqif müəllim də getdi. Vaqif müəllim tələbə vaxtında bizlə çox görüşlər keçirdən, yəni mən onu belə ailəlikcə də çox yaxşı tanıyıram. Yəni şəhidi qəhrəmanı ümumiyyətlə tanımaq üçün ən yaxşı yer, ən yaxşı vəsait kitabdır, ən yaxşı yer məktəbdir, ən yaxşı yer kitabxanadır. Bayaq bizim görkəmli elm xadimimiz də danışdı, dedi ki, sevindik bu məlumatları hər hansı bir, yəni hardansa götürüb yazıb. Amma mən bugünkü gündə burada 200-dən çox şəhidin adı var. Amma burada hal-hazırda iştirak edən analar demək olar ki, bu kitabda olan şəhidlərin yəni 1% iştirak edirdi, haqqasa bir 20 nəfərik. Mən yəni çox istəyərdim ki, sevindik, bax bu analarla heç olmasa hər ana özünü təqdim eləsin bir dəqiqə ilə. Yəni sevindik onları o götürdüyü o necə deyim, bu yerlərdən yox, şəxsən üz-üzə tanısın ki, qəhrəmanı kimdir? Bu qəhrəmanı dünyaya gətirən ana kimdir? Bilirsiniz, nə qədər nikbin ruhda danışsaq da, hörmətli müəllim, yəni bilirsiniz, o qədər çətindir, o qədər ağrılıdır. Şəxsən mənim oğlum yeganə oğlumuydu, yeganə ailəmin oğul evladıydı. Mən sizin oğlunuza can sağlığı arzulayıram. Yəni, dövlət, əgər iki qüvvə var, biri deməli güc qüvvətdir, biri də zəkadır. Yəni, bizim xalqımız güclü xalqdır, bizim xalqımız qüvvətli xalqdır. Mən 30 ildə bu Qarabağ haqqında
danışanda, öz şagirdlərimə məlumat verəndə ki, anım günü keçirdirik. Bir tərəfdən utanırdıq ki, nə qədər anım günü keçirmək olar, amma bu qələbəmizi əldə elədik 44 günlük müharibədən sonra, amma yenə də 44 günlüyün mən deyərdim ki, bütün əməliyyatların heyfini antiterror əməliyyatı aldı. Və biz tam suverenliyimizi bərpa elədik. Ali Baş Komandan məhz 8 noyabrda Xankəndində zəfər paradı keçdi. Yəni bunu qeyd etməmək, mən bugünkü gündə öz işimi davam elətdirirəm. Nəyə görə? Bu oğulları tanıtdırmaqdan ötürü, bu qəhrəmanları tanıtdırmaqdan ötürü. Mənim sinifimdə, yəni bu qəhrəmanlar haqqında, bilirsiniz, qəhrəman deyəndə biz o dəqiqə fikirləşirik, Babəki gözümüzün qabağına gətiririk. Hər bir yerin bir qəhrəmanı var da. Yəni deyəndə həmin oğullardan çoxsu 44 günlük müharibənin də iştirakçısı olublar. Həmin oğullar qisas əməliyyatının iştirakçısı olublar. 18 yaşlı oğlumuzun anası burada oturub. Yəni Vüsalə ana 18 yaş, 58 günün əskəri olub. Yəni bilirsiniz, bu ağrı acını deməmək mümkün deyil. Kərəm Həsənovun atası buradadır. 44 günlük müharibədə də iştirak edib. Yəni şəxsən mənim oğlum 14 il idi Daxili İşlər Nazirliyində, yəni işləyirdi, çalışırdı. Gecə gündüz onlar dövlətə xidmət edirdilər. 8 polis şəhid oldu, onların bir anası burada. Yəni buradayıq biz hamımız. Mən Hüseynimizin anası buradadır, Əli Balanın anası buradadır. Burada olan sahibə anamızdır, sahibin anasıdır. Həmidli Mikailin anasıdır, 44 günlük. Savalanımız əskərdə olub, yəni əskərlik xidmətin başa vurub. Ramil kitabın 1-ci səhifəsində bizim anamız burada iştirak edir, həmin qəhrəmanın anasıdır. Qəhrəmanımızın bir oğlumuzun bacısıdır, bir polisimizin anasıdır, ikisi də deməli Seyfinin və yəni bu analarla bir var qiyabə eşidəsən, bir də var ki, yaxından tanış olasan. Yəni, biz hər birimiz bugünkü gündə ayaq üstə yaşamağa çalışırıq ki, biz oğullarımızı yaşadaq. Söhbət deyil ki, qəhrəmanlıq tərəfdən. Yox, mən oğlumu, onsuz da biz onlarla həyatda fəxr edirdik. Oğlum mənim şəxsən öz məktəbimi bitirib, ali məktəbi bitirib. Bu dəqiqə hal-hazırda mənim sinifim onun adını daşıyır. Bilirsiniz necə ağırdır, necə çətindir. Hər gün onun o şəkli qarşısında uşaqlara dərs keçmək, bütün gün o həyatı yaşayıb, gün ortadan sonra mən artıq öz ana missiyamı yerinə yetirirəm. Eləcə də bu analar, yəni bizə çox çətindir, həddindən artıq. Mən bilirəm ki, bütün anaların da ürəyində bu söz var. Mən sənə uğurlar arzulayıram, ayaq. Bizim oğullarımız ön cəbhədə, yəni şəhadəti oca aldılar. Mən sənə gələcək yaradıcılıq dövründə uğurlar arzulayıram. Mən arzu edirəm ki, bax, sənin bu yazdığın kitab, mən indi tarix kitablarında da dərsliklərdə görmüşəm, artıq antiterror hadisələri haqqında yazılıb, düzdür, çox qısa yazılıb. Bu haqda biz məlumat da vermişik ki, bu yazılar çox azdır, biraz ətraflı şəkildə. Yenə də deyirəm, Qarabağımızı azad edən oğullar, bax, Qarabağı görməyən oğullar oldu. Bayaq siz də dediniz ki, prezidentimiz deyir ki, mənim dövrümdə, mənim fəaliyyətim dövründə doğulan, böyüdən boya başa çatan oğullarımız xilas elədilər. Bugünkü gündə də, yəni, sənin simanda, mən sən deyə müraciət edirəm, çünki buna mənə belə gəlir ki, yəni, haqqım da çatır. Mən sənə arzu edirəm ki, yəni, sənin yazıların çox olsun, çünki hal-hazırda bizim sosial şəbəkələrdən çox istifadə edirlər, kitablardan az istifadə edirlər. Amma arzu edirəm ki, kitabların sevilən olsun və bizim də ən böyük təsəlli yerimiz odur ki, unudulmayaq. Yəni, biz analar, bizim oğullarımız unudulmasın. Ancaq bizim ona ehtiyacımız var, başqa heç bir nəyə yox. Çox sağ olun ki, bugünkü gündə... Raman xanım, çox sağ olun. Mən sizin təklifinlə razıyam. Mənə elə gəlir ki, Əlbəsən müəllimdən narazı olmaz. Biz sözü verərdik Sevindiyə. Sevindik bu kitabında və burada iştirak edən şəhid ailələri ilə bağlı fikrin deyəndə həmin şəhidi də göstərərdi və mənə elə gəlir ki, bu mütləq lazımdır. O günün uzansa da dəxli yoxdur. Bura bu qədər şəhid valideyni gəlir, qohumu gəlir, əqrəbası gəlir və bu kitabdadır. Biz o işi tapşıraq deyən bir onlara yox, deməli Sevindiyə,
Sevindik kitabımıza kimin vərəqlədikcə, kimin haqqında, qohumlarından, indi çox deyil, dedilər ki, 20 nəfər gəlib bura, 20 nəfər var. Yəni, onlar haqqında məlumat verir. Oldu aslında, buyurun, profesör. Əvvəlki kimi, yəni bizim vaxtımızdakı kimi deyil, biz kitablarda, kitabxanalara gedərdik, qəzetlər, jurnallar, indi elə deyil. Həqiqi mənada belə kitabların, qəzetlərin, jurnalların az istifadə edildiyi bir dövrdə bu cür kitabları səni kimi bir gənc tərəfindən görmək çox xoşdur. Daim olsun, uğurların bol olsun. Amma hamının bildiyi kimi hər müharibənin, yəni şəhidin adı birdir. Yalnız şəhidə ayıran onun ili və tarixidir. Çox əməliyyatlar olur, amma müharibəyə bərabər əməliyyat bircə antiterror oldu. Şəxsən mənim oğlum 2021-də Fərruxdağ əməliyyatında iştirak edib, 2022-də qisas əməliyyatında iştirak edib və onda da şəhidlərimiz olub. Yalnız, yəni heç nədən deyil antiterrorun bu cür yadda qalması və antiterror əməliyyatı hələ həyata keçməzdən necə ki 44 günün simvolu olan xarı bülbülümüz var, antiterrorun da simvolu olan antiterror işarəsi var, o mənim yaxamdadır. Bu işarə əməliyyatdan öncə erməniləri çox böyük təşvişə salmışdı. Mən çox istərdim ki, bəlkə də bundan sonra sənin antiterrorla bağlı yenə də gözəl işlərin olacaq. O işarəni hardasa Çox gözəl mütləq, Çox gözəl təyin. uğurların bol olsun oğul. İnşallah yenə gözəl təqdimatların olar. Sevə-sevə gələrik. Çox sağ olun. Bravo xanım. Ben sizə bir neçə kəlmə demək istəyirdim. Mən çox üzr istəyirəm. Mən həmin işarəni oğlumuza hədiyyə etmək nə gözəl. istəyirəm. Gözəl. Buna verdim, götürdüm ki, bilirsiniz nəyə görə? Yəni, unudulmasınlar bu uğurlar. Bu işarə çıxanda biz bilmirdik bu nə deməkdir. Yəni, bu işarənin mənasını başa düşürdük, amma sən demə bu işarənin sonradan böyük bir... Belə doğrudan da filosofların belə bir fikir var, deyir ki, dərd insanı kamilləşdirir. Mən Xuraman xanımın, Xuraman bacımın, şəhidlərin anası, şəhidlərin bacısı, hamımızın anası, məndən 50 yaş kiçik olsa da hamımızın anası və hamımızın bacısıdır. Lalə xanım, Lalə ananın çıxışın illəri nə qədər mükəmməl, nə qədər dəyərli. Mən Xuraman bacım, mən sizə söz deyim, 200-dən çox kitab yazmışam. Onun 70'ə qədəri çap olunur. Ancaq mənim üçün sevindiyim, bax, məxsus olaraq bax bu kitabı, Möhtəşəm Zəfərin Nişanəsi, Zəfəri nurlandıran Nurlan, Ulu Öndərin İşığında və s. Ulu Naxçıvanın mənim üçün ən qiymətli kitablar bunlardır. Çünki bu kitablar mənim yetirmələrimin kitabıdır, yetirməmin kitabıdır, onun yazdığıdır. Və bu mənada mən öz yaradıcılıq varisliyimi sevindiyim simasında görürəm və ondan fəxr edirəm. Mənim 2 nəvəm müharibə iştirakçısıdır. O 44 günü biz necə yaşam, siz bayaq orada danışdınız, bəzi məqamları dediniz. Mən əslində ona görə nikbin ruh deyirəm ki, sizi qoruyum. Dinləyicilərimi, buradakı dinləyicilərimi bir daha sarsıtmayım. Sizi buradan sağ-salamat yola salın. Mənim əslində strateji məqsədim budur, ona görə məclisi bu əhvalda və bu teorda aparmaq istəyirəm. O 44 gündə biz necə yaşadıq o iki övladımızın o müharibə həyatını, müharibə necə deyərlər, salnaməsini, bilmirəm hansı şəkildə ifadə edeyim daha düzgün olsun. Bilmək istəyirsiniz, onun ikisi də bugün cəmiyyətə fiziki cəhətdən yararsız vəziyyətdə gəlir. Tam yararsız vəziyyətdə, heç kimə lazım deyil. Dövlətdən də ərəz 80 manat pul alır. Cismən güya sağ gəlir. Müharibədən sağ qayıtmaq söhbəti yoxdur, ham şəhid olur. Ayaqları üstə gələn də
Əli qolu özündə olan da, gözü açıq olan da hamısı şəhiddir. Bir mənalı şəkildə. Vətən sağ olsun. Son nəticədə biz bunu deyirik və təskinlik yerimizdə vətəndir. Vətənin suverenliyinin təminatıdır. Bir daha vətən sağ olsun. Sağ olun. Çok güzel, çok sağ olun. Ben çok doğru. Buyurun. Sağ olun. İndi biz Sevindiyə, dinləyicilərin, iştirakçıların arzusuna icazə verseniz mən Sevindiyə söz vereyim. Hamınız tanıya bilməsəm də hamınız mənim üçün eyni dərəcədə əziz və doğmasız bunu bilməni istəyirəm əvvəlcə. Mən xahiş edirəm. Bu kitabın yazılması əlbəttə nadir hadisədir. Amma siz müəllifi dinləyin, onun təfəkkürü, onun danışıq qabiliyyəti, onun nitqi, görün nəyə qadirdir. Hörmətli tədbir iştirakçılarımı salamlayıram. İlk olaraq uşaqlıq xəstələrindən danışmaq istərdim. Mən hər dəfə mənfur düşmənlərimizlə aramızda olan təmas xəttində atəşkəsin pozulması, döyüşlər və şəhidlərimizin xəbərləri gələndə uşaq təxəyyülümlə bu vəziyyətdən narahat olurdum. Bir də düşünürdüm ki, daha bu xəbərlər gəlməyəcək. Elə o təmas xətti haradırsa, oradan da qəhrəman əsgərlərimiz Qarabağa doğru mübariz addımlarla qələbə yolunda addımlamağa başlayacaqlar. O dövrün daha tez gəlib çatmasını istəsəm də, o hadisələrin düz mərkəzində olmağı lap çox istəyirdim. Bir sözlə, əlimə silah alıb Qarabağı döyüşə-döyüşə azad eləməyi. Amma valideynlərim həm mənə görə duyduqları narahatlıqdan, həm də ümidlərindən deyərlər. Narahat olma, sevindik. Sən böyüyəndə bu məsələ çoxdan həll tapacaq. Qarabağa, xüsusilə də ana yurdum Xocavənd rayonunun Muğanlı kəndi olan həsrətim günü-gündən artırdı. Mən uşaq olanda torpaqlarımızın azad olunacağı günlə birlikdə torpaqlarımızı azad edəcək qəhrəmanlarla fikirləşirdim. Kəndimizi, rayonumuzu, Qarabağımızı azad edəcək komandanı, əskəri, zabiti, hər kəsi uşaq təxəyyülünlə adlı olaraq dünyada ən böyük qəhrəman kimi düşünür və onların kimliyini, o qəhrəmanlar barədə səlis məlumatları öyrənmək istəyirdim. Ədəbi fəaliyyətimin davamında onların, o əvəzsiz qəhrəmanların düşmənə qarşı silah tutan əllərini söz qızılına, şeir, məqalə yaxşına tutmaq istəyirdim. Amma bunun üçün əvvəlcə o məqamın yetişməli olmasını bilirdim. O məqam yetişəndə, yəni 27 sentyabr 2020-ci ildən başlayan və Şuşa zəfəri ilə tazlanan zəfər yürüyüşü 3 illik intizardan sonra 2023-cü ilin 20 sentyabrında 23 saat 43 dəqiqəlik antiterror əməliyyatları ilə sona yetəndə kəndimiz, rayonumuz, Qarabağımız azad olunanda və Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olunanda anladım ki, o komandan, Ali Baş Komandanımızdan, o əsgərlər də 10 minlərlə qəhrəman döyüşçülərimizdən və 200-dən çox şəhidimizdən başqası deyil. Qəlbində yetişdirdiyim qəhrəmanlar elə onlardır. Döyüşçülərimizin hamısının adını bilmədiyimdən təəssüflənsəm də, yazılarımda onların hər birini bir qəhrəman kimi ümumiləşdirib ədəbi bir abidəyə çevirməyə çalışmışam. Antiterror əməliyyatında şəhid olan incitlərimizlə bağlı ərəmdən gələn olaraq nəyi və necə edə bilərəm sualı isə keçən ildən bizə ayıran bu bir neçə müddət ərzində hər an beynimi, ağlımı, fikrimi məşğul etdi. Onların hər biri haqqında şeir və ya məqalə yazmaq, bir ilə tanımlamaq istədiyim kitabın layihəm üçün çox uzun bir vaxt alardı. Ona görə də şəhidlərimizin hər biri haqqında dünyaya gəldikləri gündən şəhidliyə yüksəldikləri günə qədər olan həyatları haqqında yığcam olduğu qədər də zəngin bioqrafiyalar yazmaq, araşdırmaq və toplayıb tərtib eləmək qərarına gəldim. Bir anda yorulmadan, usanmadan, əksinə, sanki hər səhifədə şəhidlərimizin ruhları ilə söhbət edir. Onların bu çətin, ancaq şərəfli işdə xeyir dualarını alıb özümə enerji yığırdım. Gəldiyim vaxtların sonunda isə günlərimin, həftələrimin, aylarımın və bir ilimin zəhməti bahasına başa gələn suverenliyimizi təmin edənlər adlı kitabım işığınızı gördü və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, sizin kitabxananızı zənginləşdirmək üçün hazır hala gətirildi. Kitabda bütün antiterror şəhidləri haqqında tərtib elədiyim bioqrafiyaları, həmçinin bir şeir və iki məqaləmi oxuya bilərsiniz. Hər kitabımla bağlı olan düşüncəm bu kitabımla da bağlı eynidir. İnanıram ki, kitabımı sevə-sevə oxuyacaq və gələcək günlərinin məhsulunu lazımınca qiymətləndirəcəksiniz. Ona görə ki, bu kitab bol zəhmət və əziyyətlə bərabər həm də bol vətən sevgisilə yazılmışdır. Ən çox mənə rahatlıq verənsə odur ki, qəhrəman şəhidlərimiz Kitab ilə Qorqud dastanındakı qəhrəmanlar kimi bu kitabla min illiklər yaşayacaqlar. Şəhidlərimiz şirin canlarının vətən torpaqlarının azadlığı və suverenliyimiz, ərazi bütövlüyümüz üçün fəda edirlər. Bu min illikləri yaşamaq onlar üçün çox azdır.
Çıxışımın sonunda başda Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və şəxsən çox hörmətli akademikimiz İsa müəllim Həbbəyliyə, AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə, bizim üçün əziz olan şəhidlərimizin əziz ailə üzvlərinə, ümumilikdə tədbirdə əməyə keçən və iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Sonda Vətən müharibəmizin ilk günü torpaqlarımızın azad edildiyi, azad olması ilə bağlı gələn ilk xəbərlərin sevinci və coşqusu ilə yazdığım Var ol Azərbaycanım şeirimi səsləndirmək istərdim. Əvvəlcədən qeyd edeyim ki, şeirimi o günlərin coşqusu ilə Zəfər günü ifadəsi ilə başlamışdım. O gün təsəvvür edə bilməzdim ki, həmin gün hamımızın qəlbində və yaddaşında anın günü olaraq əbədi yanılacaq. Var ol Azərbaycanım. Bu gün Zəfər günüdür. Səfərlərdə ad saldıq. Dedik bəsdir yurdumuza minlərlə yad saldıq. Cocuq mərcanlığımızda Qarabağ abad saldıq. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Poladların qisası bizim amalımızdır. Qarabağın minvalı bizim minvalımızdır. Azərbaycan həm Altay, həm də aralımızdır. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Bizim üçün ağırdır hər bir şəhid xəbəri. Budur dünya qanunu, dünya qəzo, qədəri. Yetər və bitməlidir Qarabağın dərd səri. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Biz ki sənsiz heç kimik. Ruh ver bizə hər zaman. Ruh ver ki cəhənnəmə varsil olsun Hrantyan. Qələbənin mənası sənsən, ey Azərbaycan. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Bu deyildir şeirimin, sözümün son kəlməsi. Çox eşidilməlidir aslanımın nərəsi. Qarabağ Azərbaycandır və nida işarəsi. Allahımla sən bizə yar ol Azərbaycanım. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Biz sənin üçün varıq. Var ol Azərbaycanım. Allah korusun sana baba. Var ol. Əkbərov Şahidin anasıyam. Əkbərov Aydın. Növbəti. Kiçik leytenant Şəhid Həmid Hünkârın anasıyam. Bununla bərabər, antiterrorla bərabər 2020-də müharibəsində iştirak etmiş, 21-də və 22-də, 23-də də antiterror əməliyyatında iştirak etmişdir. Çox sağ ol. Qafarov Xəyali. Buyurun növbəti. Mən də Gizir Rahim Rəhimovun anasıyam, Rəhimov Gülhara. Hansı ki, özündən sonra bir qız evladda dünyaya gəlib, adını özü olmuşdu, özünün doğum günündə. Allah salamat eləsin baba. Əhmədova Aydın, Şəhid Əhmədov Yusuf'un qarşısı. Çox sağ ol kızım. Sağ ol. Ziyadov Minayə, Ziyadov Cəsarətin anası. Buyurun da. Var İbrahim, Şəhid Qazizadə Rəşadın anası. Daxil İşlərin Xüsusi Təyinatlı Polisi Şəhid Seyf Abdullayevin anasıyam. O oğlum ki, 2 gün nişanına qalmış, ad günündə nişan olacaqdı. 19-u şəhid oldu. Hansı ki, o prezidentimizin həmişə ətrafında olan ücretlərdən, oğullardan biri olur. Onlar Qarabağda erməni papağını tapdayan, erməniyə ağ bayraq qaldıran oğullar, qəhrəman iki oğullardan biri olur. Mən də Şövkiyə Seyf Abdullayevin anasıyım. Polis Station zamanı kazanılmaz. Buyurun. Növbəti. Şəhid Xəlil Məhəmmədin anası. Serjantı Camalzadə Asimin anası Həbcanı. Toyuna hazırlaşırdıq. Şəhid xəbərini aldıq. Suverenliyi icazə elədi. Mən Məmmədov Rasimin anası. Məmmədova Tufanov. Çox sağ ol. Sağ ol. Buyurun. Mən Mahmudova Gülnarə, Mahmudov Seymurun anasıyam. O Seymur ki, 11 il 3 ay 6 gün dövlətinə
qüsursuz xidmət etmişdi və ölümündən əvvəl qüsursuz xidmətinə görə medalı ilə təltif olunmuşdu. Və antiterror əməliyyatında da şəhid olaraq vətən uğrunda medalı ilə təltif olunmuşdu. Çox sağ olun. Əskər Novruzadə Sevinin anasıyam. Təxlisinə 9 gün qalmış şəhid olmuşdur. Novruzova Minəvvər. Siz? Əsədov Əlbalanın anasıyam. Əsədov Cahan. Adınız dediniz? Reşit Zeynalının anasıyam. Antiterrorşlar. Çəkirlər. Əlim Fıçalanı. Çox sağ olun. Buyurun. Antiterror əməliyyatının ən gənc şəhidi 58 gün əskəri İsmail Zeynalın anası İsmail Vəsalı. Sağ olun. İlahi verilmiş. Qalmadı. 7 ay komada qalan antiterror şəhidi Leytinat Bağırov Bülbülün anası. Bağırova Gülbacı. Qeyrətli balanlar tərəfindən. Sağ olun. Sağ olun. Allah qələminiz deyilsin. Sağ olun. Buyurun siz. Mən Daşdəmirov sahib baş leytinat. Sahibin anasıyam. Sizə uğurlar arzu edirəm. Burada yığışan hər bir ananın evladı biri gitdi. Allah razı olsun. Çox dəyərlisiniz. Bəli. Museyibli Könül, şəhid İskəndər Museyiblinin bacısıyam. Əvvəla Sevindik bəyə çox dərin təşəkkürümü bildirirəm ki, gənc yazardır. 17-18 yaşında bu kitabın bizim üçün təqdimatını keçirdir. Dərin minnətdarlığımı bildirirəm. Növbəti kitablarının təqdimatında iştirak eləmək ümidi ilə. Təşəkkürlər. Növbəti. Mən Məmiyeva Mehriban, Mirzəyeva Cavidin bacısıyam. Çox təşəkkürümü bildirirəm. Bütün şəhid anaların da əlindən öpürəm. Belə oğullar yetişdirdiyinə görə. Çox sağ olun. Sağ olun. Mən şəhid baş leytenant Mirzəyev Cavidin həyat yoldaşı Mirzəyeva Səbinə şəhadətindən 2 gün öncə öyrənmişdi ata olacağını, amma üzünü görmək qismət olmadı və bizim övladımız Cavidan Paşa Mirzəyev Azərbaycanın ən kiçik şəhid övladıdır, elə bu axırıncı olsun. Sevindik bəyə də öz təşəkkürümü bildirirəm ki, əziyyət çəkib, kitab ərsəyə gətirib. Çox sağ olun bir daha. Sağ olun kızım, Allah korusun. Buyurun. Mən şəhid polis serjantı Şirinov Ramil Arifoğlu'nun həyat yoldaşı Aynur Şirinova Sevindik bəyə təşəkkür edirik. Çox sağ olsun. Var olun. Mən Gəncənin antiterror tədbirləri zamanı qəhrəmancasına döyüşüb, 10 saat yaralı qalıb, qan itirə-itirə şəhid olan baş leytenant Həsənov Kərəmin həyat yoldaşıyam. Bugünkü gün vətənə bir əmanət böyüdürəm və böyüklərimizdən dönə-dönə üzr istəyərək deyirəm bunu. Böyüklərimizin, bu dəyərli şəxslərin, ataların, anaların da qarşısında baş əyirəm və Sevindik qardaşımızla da gələcək həyatında uğurlar arzulayıram. Bu yaşda bu yerlərə gəlmək, bu qədər ailələrin hörmətini qazanmaq, yəni asan bir iş deyil. Həqiqətən təşəkkür edirəm ki, bax, anamız, Vüsali anamız belə bir oğul böyüdürsünüz. Bu gələcək nəslə bir örnəkdir. Çox vaxtınızı almaq istəmirəm. Təşəkkür edirəm. Sağ olun əzizim, çox sağ olun. Allah səbir versin. Mən Əskər Manafov Qiyasın anasıyam, Manafova İlahə. Gənc yazarımıza da təşəkkür edirəm ki, bu cür addım atıb. Çox sağ olsun, sağ olun. Gənc yazarımıza Sevinç bəyə təşəkkürümü bildirirəm. Uğurları bol olsun. Xalqımızın fəxri olsun. Mən baş leytenant Həsənov Kərəmin atasıyam. 2 dəfə tankı vurulan, 44 günü müharibədə iştirak etmiş, Cermux əməliyyatında iştirak etmiş, qisas əməliyyatında iştirak etmiş və 23 antiterror şəhidində əməliyyatın 10 saat yaralı qalaraq şəhid olan Həsənov Kərəmin atası Həsənov Akif. Allah cəmi şəhidlərimizin olsun, şad, məkanlı cənnət, məqamını sualını verirsin. Bir daha Azərbaycan xalqına Allah'a tövbə etsin. Xüsusi təyinat qüvvələrinin kəşfiyyatçısı, 18 yaşlı şəhid Ziyadov Cəsarətin atası Ziyadov Zav. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Sevindik qardaşımıza da uzun ömür, can sağlığı arzulayıram. İşlərinizdə uğurlar arzulayıram. Hamınız sağ olun. Allah kömək. Kimsə qaldı? Mən şəhid Qəhrəmanov Sadiq Sakitoğlu'nun dayısıyam.
antiterror şəhidi, birinci şəhid olan şəhidimizi Sevindik və sizə də təşəkkür edirəm. Siz gördüyünüz işin qiyməti yoxdur. Mən xahiş edirəm, kimsə qaldı mı? Arzum, Buyurun. istəyən var. Buyurun, xahiş edirəm. Sevindik oğlumuzdan xahiş edirəm ki, bizə bir kitab da əlavə verər. Bizim uşaqların muzeyi var, idarələrində, iş yerlərində, ora təqdim eləmək üçün. Buyur, buyur, buyur. Kim daha kim? Kitab kimə lazımdır? Sənə lazımdır, git gör kimə. Mən Təranə Piriyevaya söz vermək istəyirəm. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin böyük məsləhətçisi. Demək, Təranə xanım, məclisimizə də biraz xoş əhval gəlsin. Ailə, qadın və uşaq problemləri üzrə siz bu sahə üzrə mütəxəssis, həm də məmur missiyası daşıyırsınız da. İndi sizcə necə hesab edirsiniz? Sevindik uşaqdır, yoxsa uşaq deyil? Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, hər birinizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rəhbərliyi və əməkdaşları adından salamlayıram. Eyni zamanda Sevindiyə mən öz dərin təşəkkürümü bildirirəm ki, bu möhtəbər tədbirdə iştirak üçün bizə xüsusi dəvət göndərmişdir və biz də böyük məmnuniyyətlə bu tədbirdə iştirak edirik. Əslində çox çətindir belə möhtəbər söz sahiblərindən sonra çıxış etmək, fikir bildirmək, amma bizim Sevindiklə bağlı müəyyən xatirələrimiz, maraqlı fikirlərimiz, təəssüratlarımız var. Ona görə bir kəlmə mən də öz fikirlərimi bildirmək istəyərdim. Sevindik öz yaradıcılığı ilə gələcək nəsillərə, eyni zamanda indiki nəsillərə bir nümunədir. Onun yaradıcılığında biz nəzər yetirsək, vətənpərvərliklə bağlı müxtəlif istiqamətdə yazılara, şeirlərə rast gəlirik. Və bizim istəyimiz odur ki, digər uşaqlar da, gənclər də Sevindiyi özünə nümunə görür. Biz Sevindiklə fəxr edirik. Belə şəxsən müraciət edirəm ona görə ki, onu daha yaxından tanıyıram. Çünki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci ildən fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi olaraq, regional nümayəndəsi olaraq fəaliyyət göstərmişdir. Yəni, baxmayaraq ki, o elm sahəsində də öz sözünü deyib, yəni təhsili ilə, nəticələri ilə öz sözünü deyib, yaradıcılığında öz sözünü deyib, eyni zamanda o çox ictimai fəallığı ilə seçilən bir uşaqdır, gəncdir. Və bu yaşda bu uğurları qazanmaq hər kəsə qismət olunmur. Öz davranışı ilə, rəftarı ilə, yaradıcılığı ilə hamıya nümunədir. Biz hər zaman Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq Sevindiyin yanındayıq, onu dəstəkləyirik və yaradıcılığında bol uğurlar arzu edirik. Hər birimizə dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm. Çox sağ olun. Çox sağ olun. Təranə xanım, can sağlarsınız. Gəlin burada eləş. Gəlin bura. Gəlin burada eləş. Yəni, qoy Sevindik bilsin ki, hökumət onu bilir və tanıyır. Yaxşı, müəllifin özünün şəxsi xahişi ilə və mən də onsuz da deyirəm, kim istəyir çıxış eləməyə xahiş edirəm buyursun. Yəni, hamıya müraciət edirəm. Amma müəllif burada məxsus olaraq ad da göstərdi. Əli Xudatzadə. Belə. Buyurun, var burada, buyurun. Əvvəla bütün tədbir iştirakçılarını salamlayıram. Həqiqətən də mən bunu demək istərdim ki, Sevindik bəy Nəsiboğlu Azərbaycanın gələcəyinə, gəncliyinə öz töhfəsini gənclik yaşlarından verir və mən onu qısa bir zaman ərzində tanıdım və bunu da qeyd etmək istərdim ki, Sevindik bəy Nəsiboğlu bizim üzr istəyirəm, Dəmir Yol və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi Şamil Məmmədov haqqında da bir məqalə dərc etmişdir kitablarında və mən o məqaləni oxuduqdan sonra, yəni daha sonra da Sevindik müəllimi tanıdığından sonra, yəni ona olan necə marağım daha da artmış oldu. Həqiqətən də onun gördüyü işlər Azərbaycanın təhsil sahəsində daha da necə deyərlər, inkişafına, daha da gəncliyimizin, gələcəyimizin bəhrələnməsinə, daha da yəni bizim ondan maariflənməyimizə əhəmiyyətli rollar oynayır. Biraz həyəcanımı üzürdü sayasınız. Yəni,
Bunu demək istərdim ki, mən onun gələcəkdəki işlərinə, gələcəkdəki fəaliyyətlərində uğurlar arzu edirəm. Həqiqətən də nə yaxşı ki, mən belə bir gəncimizi tanımışam, nə yaxşıdır ki, mən daxil, bütün gənclər, onu tanıyanlar, biz onun bu müəllifi olduğu kitablardan bəhrələnirik. Təşəkkür edirəm. Sağ ol, təşəkkür. Şəhriyar Məmmədzadə, Bakı Dövlət Universiteti Tarix Fakültəsinin tələbəsi. Hər birinizi bir daha salamlayıram sizləri. Sevindik Nəsiboğlu ilə mənim tanışdığım deməyək ki, mən ta uşaqlıqdan Sevindiyi tanıyıram. Ancaq Sevindik Nəsiboğlu ilə mənim münasibətimin yaranması qısa bir müddət ərzindədir. Uşaqlıqdan Sevindik Nəsiboğlu haqqında müxtəlif məlumatlar əldə edirəm. Yəni, sosial şəbəkələrdə onun haqqında çox maraqlı məlumatlar görürəm. Elə uşaqlıqdan da onun necə bir vətənpərvər, vətənsevər insan olduğunu mən hiss eləmişəm və bugün şadam ki, onun artıq sadəcə 8-ci kitabının təqdimatında bugün burada iştirak edirik. Ümumiyyətlə, müharibə çox ağırlı bir prosesdir, çox mürəkkəb prosesdir. Müharibə haqqında yazmaq da elə onun qədər çətin və şərəflidir. Bizim Tarix Fakültəsinin dekanı Profesör İbrahim müəllimin bir gözəl sözü var ki, deyir ki, müharibəni görməyən şəxs onun çətinliklərini dərk eləyə bilməz. Bəxarı Əlirza müəllim də çox gözəl vurğuladı ki, biz müharibə görən xalqın nümayəndələri və biz nə qədər varıqsa bu şəhidlər yaşayacaq, onlar ölməyəcəkdir və şəhidlərin də yaşamasında bu kitabların çox böyük rolu var, çox böyük önəm var, ədəbiyyatın, tarixin çox böyük rolu var. Mən özüm Tərtərdə doğulmuşam, Tərtərdə böyümüşəm. İstər aprel döyüşləri olsun, istər 44 günlük vətən müharibəsi olsun, istər də antiterror əməliyyatlarında müharibənin çətinliklərini, onun əzablarını mən görmüşəm. Qəhrəman oğulların da xalqı uğrunda, vətən uğrunda necə öz sinələrini düşmənə sipər elədiyinin də şahidi olmuşam. Ona görə bütün oğullar qəhrəmandır, bütün şəhidlər hamısı qəhrəmandır və onların valideynləri də qəhrəmandır. Çünki qəhrəman oğulları sadəcə qəhrəman valideynlər böyüdə bilər, qəhrəman valideynlər yetişdirə bilər. Müharibə haqqında çox kitablar yazılıbdır. Əlbəttə, Əlirza müəllimin dediyi kimi, bu da antiterror əməliyyatları haqqında, müharibə haqqında yazılmış xüsusi gözəl bir kitabdır. Mən bu səbəbdən Sevindik Nəsiboğlunu bir daha təbrik edirəm ürəkdən. Ona öz uğurlarında, ədəbi uğurlarında, təhsil uğurlarında müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun, bir daha təşəkkür edirəm. Nazim Qağa, buyurun. Nazim, demək, Nəsim müəllimin Sevindiyin atasının dostudur. Bir yerdə vaxtı ilə zaman bir yerdə oxuyublar. Və bugün mən çox sevinirəm ki, dostların qurtardığı, dostluq erasının başa çatdığı dövrdə sizin bir dostunuz sizin yanınızdadır. Mən çox sevinirəm. Buyurun, Nazim müəllim. Hörmətli Əlirza müəllim, Asim müəllim, əziz iştirakçılar. Mən burada iştirak edilən şəhid ailələrinin anaları, bacıları və ataları qarşısında baş əyirəm. Və müraciətim və son sözüm, bir ürək sözüm ondan ibarətdir ki, ulular demişkən, hər bədbəxtçiliyin bir xeyri də var. Yəni, biz bir Azərbaycanlı olaraq, bir millət olaraq, millətin ağrısını, acısını daşıyan insanlar olaraq bütün hamımız şəhidlərin taleyi ilə yanıb yaxılırıq. Və bu bizim ən azı millət borcumuzdur, insani hisslərimizdir. Və hər birinizdən dönə-dönə təvəqqə eləyirəm. Bilin ki, Azərbaycan xalqı şəhidlərimizin qəlbində, ürəyində yaşadır. Siz onu bir ana kimi tək özünüzün, öz ailəmizin, öz övladınızın, qohumlarınızın faciəsi kimi yox, bu millətin faciəsidir. Millətin faciəsidir. Millətin damarlarında insan qanı olan, Azərbaycanlı qanı olan, millət ruhu olan, millət inisiyyatı yaşayan o anları sizlə bərabər yaşayır və ona əmin olasınız. Və millət də xali deyil,
milləti millət eləyən, milləti iləri aparan, milləti müharibələrdən qələbələr çatdıran məhz sizin övladlarınızdır. Ən genofonunda millət ruhu olan insanlardır. Mən sizin hər biriniz qarşısında baş əyirəm. Təşəkkür edirəm sizə belə övladlar böyütmüşsünüz. Millətimizin fəxrini yaradır. Tarix gələcək. Bir yaş hamımız dünyadan köçəcək. Heç kim bu dünyada qalası deyil. Xoşbəxt o haldır ki, belə millət yolunda, vətən yolunda, torpaq yolunda gözünü qırpmadan döyüşə atılsın. Və o millətin qəlbində, ruhunda, gələcək nəsillərdə, tarixdə, ədəbiyyatımızda bütün varlığı ilə yaşayacaqlar. Siz ona əmin olun. Hər birinizin qarşısında baş əyilər. Hər birinizin qarşısında baş əyilər. Sağ olun, var olun, belə övladlar yaratdığınız, dünyaya gətirdiyinizə görə. Millətə fəxr bir meyar yaratdığınıza görə. Bacılardan mən belə təşəkkürümü bildirirəm. Ataların hissiyatlarına qapılıram. Hamımız. Əgər insan varsa, bu hissiyatlara Azərbaycanlı deyilən bir insan biganə yanırsa, o heç insan da deyil, erməndən də bətərdir. Hər birinizə Allahdan səbr arzuluyuram. Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Çox sağ olun. Nazım müəllim, mən təşəkkür edirəm. Çox belə təskinlik doğurucu, həm də qürurlu, çox gözəl bir işə görə. Kabardı Balkar şairi Qasim Quliyev deyir ki, cəhbədə atılan hər bir güllə bir ana ürəyinə dəyir. Hətta çoğuyub daşa dəysə də. Teymurləh deyir ki, mənim heç bir xidmətim yoxdur. Qəhrəman əskəri böyüdən atadır, anadır. Mənim xidmətim yalnız əskəri döyüş aparmaqdır. Digər görkəmli dövlət xadimlərinin, digər qəhrəmanlarının, digər sərkərdələrin çox maraqlı deyimləri ilə vaxtınızı almaq istəmirəm. İcazə verirsiniz, mən təhlif edirəm. Sevindik Nəsiboğlu'nun atasının, anasının zəhmətini qiymətləndirərək onları bir alqışlayasınız. Bir dənə vətənpərvəri mövzusunda sevimli sözlərin yazılmış mahnı var onun. Mən xahiş edirəm, gəlin yaş, buyurun. Buyurun. Herkes salamlayıram, şəhidlərin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə can sağlığı, uzun ömür versin. Sağ olun.
Allah salamat eləsin, Allah qorusun. Elə zənn eləməyin ki, bu tədbiri aparmaq mənim üçün asan. Özünüz də istəyərdiniz. Mən çox böyük mənəvi belə səfərbərliyin sayəsində bura qədər gəldim. Yəni, hər vaxt sizinlə bir yerdəyik. Siz bizi, biz də sizi şəxsən tanımasaq. Bugün bu salonda olanların sayı hesabı yoxdur. Əgər ruhlar haqqında deyilənlər doğrudursa, bulut tutulsam, dağlar başı çən varam, dalğalanan zəmidə dolu sümbüldən varam, dağın üzünə şeh düşər hər çəmənin üstündə, yaxşı baxsan, görərsən, hər damlada mən varam. Söz verilir, buyurun. Söz verilir Asif Rüstəmliyə. Tədbirimiz yekunlaşır. Kimdəsə söz qaldısa da incimeyin, xahiş edirəm. Bu günləri bizim iki şəhidimizin mövlududur. Biri Naxçıvanlı Elçin balamızın, biri də Yevlaxda Naxçıvanlı Elçinimizin mövlududur. Yevlaxdakı olan Elçinimizin həm mövlududur, həm də ki il dönümüdür. Allah rəhmət eylesin. Asım müəllim, buyurun. Profesör Asif Rüstəmli, bayaq tanış eləmişdir. Bilirsiniz, bizim burada eləşənlərin hər birimizi ömür payına yazılmışdı ki, biz Sovet rejimindən xilas olub, müstəqil Azərbaycan Respublikasının zamanında, dövründə yaşamaq bizim taleyimizə yazılıb, bizim qismətimiz oldu. Və biz bu müstəqilliyi 91-ci ildə bərpa etdik. Bizim müstəqilliyimiz 18-ci ildə Azərbaycan Cumhuriyyəti ilə bir yerdə yarandı. O zaman da belə müsibətlər oldu. O zaman da Azərbaycan müstəqilliyinə qarşı hücumlar çəkdilər. Onda da insanların bir qismi öz övladlarını gizlətdilər. Əskərliyə vermək istəmədilər. Bax, həmin vaxt Məhəmməd Əmin Rəsulzadə İstiqlal qəzetində yazdı. Ey millətin şərəfli övladları, uca Tanrıya dualar edin ki, bu günləri Azərbaycanı müdafiə etmək sizin bəxtinizə yazılır. Təsəvvür edin. Bu müraciətdən sonra, Rəsulzadənin bu müraciətdən sonra övladlar özləri gətirdilər Əlağa Şıqlinskinin yanına, yanına ki, gətirdilər ki, onların yanına ki, o yenicə yaranmış müstəqil Azərbaycanımızı məhz bizim oğullar qorusun. Və o zamanları deməli Məhməd Əmin Yurdaqulun ya qazi ol, ya şəhid. Həmin şeiri yenə İstiqlal qəzetinin deməli növbəti nömrəsində çıxmışdı. Və vətənpərvərlik ruhu mənə elə gəlir ki, o dövrlə müqayisədə indi daha yüksəkdir. Bu günləri əgər gənc, orta məktəb tələbəsi ikən bu qədər əsərlər bizim müharibəmizə, şəhidlərimizə yazırsa, bu sifarişlə mümkün deyil. Bunu kimsə tapşırsa, hansısa ödül vəd etsə, bu da mümkün deyil. Gələk, içdən insan vətənə bağlı olsun ki, bunu heç deyilmədən də gecəli, gündüzlü özünü bu mövzuya həsr edərək materiallar toplasın. Mən hesab edirəm ki, bizim müstəqilliyimizə bu kitablar ərzaqlardır. Mən hesab edirəm ki, bizim müstəqilliyimizin möhkəmlənməsində bizim dünyada müstəqil və qüdrətli dövlət kimi tanınmasında bizim şəhidlərimizin qanı var. Və bundan qiymətli, şəhid qanından qiymətli heç nə yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cənnət qismət eləsin. Burada iştirak edən bütün valideynlərə, yaxınlara, qohumların hamısına can sağlığı arzuluyorum. Mənim qardaşım Nəsir bu son sözü deməyə
yekun vurmağa mənə həvalə etdi və gəldiyiniz üçün sizə daha təşəkkürlər. Ayaqlarınız var olsun ki, gəldiniz. Hər birimizin də borcumuz vətənimiz uğrunda canını qurban verən insanları xatırlamaqdır, yad etməkdir. Sözümün əvvəlində dediyim kimi, sabah xatirə günüdür. Sabah müstəqilliyimiz uğrunda canını fəda edən bütün insanların anın günüdür. Orada birinci Qarabağ, ikinci Qarabağ və digər yoxdur. Bunlar hamısı bir çiçək toplusunun, bir çələngin ayrı-ayrı ləçəklərdir, çiçəkləridir ki, onların ruhu bəlkə də bugün də buradadır. Bütün şəhidlərimizin ruhu şad olsun. Sağ olun. Sağ olun. Təşəkkürlər hamınıza. Nəsim müəllim, icazə verirsən cəmaata azadlıq verir. Buyurun. Buyurun. Gələn xoş günlərdə görüşmək ümidi. Yox, həsta. Sizin 5.93 basın.